Dünyanın öz cazibəsi var, sakitlik çökdükcə gündüz gizlədilən tərəflər ortaya çıxmağa başlayır. Bəzi büyücülər isə qaranlıq düşən kimi tamam başqa bir enerjiyə keçir, sanki içlərində gizlənmiş ikinci şəxs oyanır. Bugünkü videoda qaranlıqda tam dəyişən, gecələr daha cəsarətli, daha ehtiraslı və daha açıq olan 4 büyücü səni açıqlayıram. Əgər sən də büyücülərlə maraqlanırsansa, keçmədən əvvəl kanala abunə ol, çünki burada səni hər gün yeni, fərqli və çox maraqlı videolar gözləyir. 4-cü əvvəllər. Əvrəb gündüz sakit, nəzarətli və biraz da sirli görünə bilər. Amma gecə tamamilə başqa bir insana çevrilir. Qaranlıq onun emosiyalarını daha güclü edir. Bir mesaj yazırsa içindən keçəni açıq deyil. Bir addım atırsa tərəddüd etmədən atır. Əvrəb üçün gecə hisslərin gücləndiyi, ehtirasın artdığı bir anda. Onun real enerjisi məhz qaranlıqda ortaya çıxır. 3-cü yer Oğlaq. Oğlaq gündüz çox ciddi, soyuqqanlı və məsafəli görünə bilər. Amma gecələr o sakitliyin altında tam başqa bir oğlaq gizlənir. Qaranlıq onun sərt tərəfini yumşaldır. Düşüncələri daha açıq olur, səsi daha isti gəlir, davranışı daha yaxınlaşan olur. Oğlaq gecə saatlarında özünü ifadə etməkdən çəkinmir. Təcrübələndirici olsa da Oğlaq qaranlıqda həm daha romantik, həm də daha cəsarətli olur. Şir onsuz da cazibəsi ilə seçilir, amma qaranlıq düşən kimi o cazibə 2 qat artır. Gecə Şirin özünə inamı yüksəlir, flört etmək, diqqət çəkmək və enerjisini göstərmək daha çox sevir. Onun baxışı belə dəyişir, daha dərin, daha yandırıcı olur. Şir qaranlıqda tam gücünü göstərə bilir. Elə buna görə 2-ci sıradadır. 1-ci yer Qoç. Qoç qaranlıq düşən kimi enerjisi partlayır. Gündüz impulsivdirsə, gecə bu impuls tam aydın görünür. Qoç düşüncəsini gizlətmir, sevirsə deyir, istəyirsə yaxınlaşır, maraqlanırsa hiss etdirir. Gecə saatlarında mesajları daha səmimi, davranışları isə daha cəsarətli olur. Qoç qaranlıqda sanki daha canlı, daha dürüst və daha ehtiraslıdır. Elə buna görə siyahının zirvəsindədir. Gündüz sakit olanlar qaranlıq düşən kimi öz həqiqi enerjilərini açırlar. Bu büyücülərin gecə tərəfi həm maraqlı, həm gizli, həm də çox cazibədardır. Əgər sən də büyücülər haqqında daha çox bilmək istəyirsənsə, videonu bəyən və kanala abunə ol.